Biz demişdik ki, Çingiz xan ölməmişdən qabaq dövlətin bölmüşdü 4 oğlu arasında, 4 ulusa. Yəni 4 ölkə, 4 vilayətə. İndi bəzən buna deyəcəklər 5-ci Monqol ulusu. Bu yürüşdən yaranan, 3-cü yürüşdən yaranan dövlət qoyacaqlar. Bunun mərkəzi Azərbaycanda olsa da, biz buna Azərbaycan dövləti demirik. Çünki bunu yaradan Monqollardır. Hülakü xan tərəfindən yarandı. Paytaxtı Marağa, Təbriz, Sultaniyə, sonra yenidən Təbriz. Ancaq Azərbaycan şəhərləridir. Təbriz, Marağa, Sultaniyə bu dövlətin paytaxtı olur, Hülakülər. Buna bəzən deyirlər Hülakülər dövləti, bəzən də deyirlər Elxanilər dövləti. Hərbi demokratik dövlət idi. Bu nə deməkdir? Mühüm qərarlar hərbi başçıların, həmən hərbi başçılar Elxan titulu daşıyırdılar. Hərbi başçıların, köçəri Monqol tayfalarının başçıları Elxan adlanırdı. Onların qurultayında, toplantısında alınardı qərar. Müzakirə edirdilər, sonunda bir qərar verirdilər. Ona görə buna deyirlər hərbi demokratiya. Demokratiya odur ki, tək adam qərar vermir, çoxluq qərar verir. Müzakirə edirdilər, səsə qoyurdular, qərar verirdilər. Ona görə də buna bəzən deyirlər Elxanilər dövləti. Çünki baş Elxan, Hülakü xan özüdür. Bəzən də yaradıcısının adı ilə Hülakülər dövləti deyirlər. Hülakülər dövlətinin əsası qoyuldu 1258-də. 99 il, təxminən 100 il mövcud olacaq bu. İlk Elxani hökmdarları Hülakü xanın dövründə, Abaqa xanın dövründə, ümumiyyətlə ilk Elxani hökmdarların zamanında bunların yeritdiyi siyasətin əsasını nə təşkil edirdi? Köçəri Monqol əyanlarının nüfuzunu qaldırmaq, yerli feodalları sıxışdırırdılar, torpaqların, imtiyazlarını əllərindən alıb özlərinkinə verirdilər. Bir də ikinci məsələ nədir? Rəiyyətin, yəni kəndlilərin istismarı, onlardan çoxlu vergi toplamaq. Əsasını bu təşkil edirdi. Bütün Azərbaycanı tutublar bunlar. Azərbaycanı da tutanda, burada indiki Rusiya ərazisində Qızıl Ordu dövləti vardı. Bu da bir Monqol ulusu idi. Bir zamanlar Çingiz xan böyük oğlu Cüziyə vermişdi o vilayətləri. Bunlar narazı qaldılar. Dedilər ki, Çingiz xanın vəsiyyətinə görə Azərbaycan ərazisi bizim səlahiyyətimizdədir. Buradan vergini biz toplamalıyıq. Ona görə də Hülakülər üzərindən hücumlar elədilər. 1263-65-ci illərdə Qızıl Ordu Hülakü savaşları var. Bu savaşları Hülakülər qazandılar. Yəni Elxanilər bu savaşları qazandılar. Sonra biz tarix səhnəsində Hülakülərdən başqa görürük, daha doğrusu Hülakü xandan başqa görürük Qazan xan. 13-cü əsrin sonlarına doğru dövlət zəiflədi. Başladı üz aşağı getməyə, tənəzzül keçirdi. Bu tənəzzülü aradan qaldırmaq üçün hakimiyyətə gələn Qazan xan 1295-1304-cü illər hakimiyyət illəri geniş islahatlar keçirdi. Bax, bunun islahatlarına baxın. Din islahatı. Din islahatına görə yerli əhalinin dəstəyin qazanmaq üçün İslam dinini qəbul edir və özünə də Mahmud ləqəbini götürür. Bu, Monqolların xoşuna gəlmir. Niyə? Çünki Monqollar bütpərəst. Ticarət islahatı. Ticarət islahatı alverdə bizə nə lazımdır? Pul lazımdır. Ona görə vahid pul sistemi yaratdı. Çəki lazımdır. Bir də ölçü lazımdır. Bunların hamısını vahidləşdirdi. Sonra ticarət yollarının qorunması üçün xüsusi dəstələr təşkil elədi. Gömrük sistemini nizama saldı. O karvansaraları, ticarət karvanları qorumaq üçün xüsusi dəstə təşkil elədi. Bu ticarət islahatı. Məhkəmə islahatı. Məhkəmə islahatı yarımçıq qalıb. Yarımçıq islahatdır. Buna görə, məhkəmə islahatına görə dedi ki, 30 ili keçmiş iddia sənədləri ləğv olunur. Yəni 30 il açıq qalıbsa bu məhkəmə prosesi. Bunu ləğv elədi. Hansı məsələ bağlanmayıbsa, qapanmayıbsa, 30 ildir bu tartışma gedirsə bunları bağladı. Sonra dedi ki, məhkəmələri kimlər idarə edirdi? Qazilər, yəni din xadimləri, qazılar. Quranla qərar verirdilər də, açırdılar, şəriətə bu uyğundurmu, uyğun deyil, şəriətdə bunun cəzası nədir, ondan sonra qərar verirdilər. Onların dilindən iltizam aldı, yəni yazılı izahat verirdilər. Sanki bu, əllərində sənəd idi. Qazı vəzifəsinə, yəni hakim vəzifəsinə təyin olunan şəxs and içirdi ki,
ədalətli olacaq, qanunlara riayət edəcək. Sonra məhkəmə islahatında nə var? Məhkəmə islahatında ən önəmli və abituriyentlərin həmişə qarışdırdığı məsələ. Əksər vaxt bunu səhv yazırlar. Alqı-satqı. Alqı-satqı kişiləri nizama salınır. Bunu niyə qarışdırırlar? Ona görə qarışdırırlar ki, alqı-satqı deyəndə sizin ağlınıza ticarət gəlir. Amma bu bazardan qarpız alqı-satqısı deyil. Bu daha çox böyük mülklərin alqı-satqısıdır. Mülklərin, torpaq sahələrinin filanı. İndi də bax, məsələn, ev filan alanda biz onu bazarda həll eləmirik ki, gedirik, notariusa təsdiqlədirik, asan xidmətə gedirik, sənədləşdiririk, düzdür? Sənəd sünəd işi hamısı məhkəmədədir. Ona görə alqı-satqı deyəndə nə vaxtda ticarət islahatı götürərsiniz? Alqı-satqı, məhkəmə islahatı. Torpaq islahatı. Torpaq islahatında bir neçə məsələ var. Bunun biri istifadəsiz qalmış torpaqlar vardı, bayraq adlanırdı. Onları keçirdi dövlət fonduna və onları verdi kəndlilərə icariyə, həmən torpaqlar. İkinci məsələ, Monqol qoşununda xidmət edənlərə paylanırdı, nə? İqta paylanırdı. İqta ərəblərdən gəlib də bilirik, düzdürmü? Hərbi şeylər. Bəli, xidmət müqabilində idi. İqtanı dedi, satmaq, bağışlamaq, cehiz olaraq vermək olmaz. İqtadarın vəzifəsi bitdisə, dövlət vəzifəsindən çəkildisə, iqtidar o torpağı qaytarır dövlətə. O halda oğluna verə bilər ki, oğlu da onun işini davam etdirsin dövlətdə. Sonra, bu torpaq islahatının tərkibində bir dənə də 1303-cü il fərmanı var. Fərman. Bu fərmanda nə deyildi? Deyildi ki, kəndlilər bir yerdən başqa yerə köçə bilməz. Bizdə deyirik ki, həmişə təhkimçilik olmuyor. Amma bu Qazan xanın fərmanı ilə qısa müddət təhkimçilik oldu. Kəndli olduğu torpağa məhkumdur, oradan heç yerə gedə bilməz. Avropada qayda var idi, amma bizdə yox idi. Bizdə bu 1303-cü il fərmanı qısa müddət bunu dövrəyə gətirdi. Torpaq sistemi nizamladı. Sonra vergi islahatı. Ən çox mübarizə sistemi, bax, mübarizə olub bu vergi islahatında. Çünki bu bir sıra qanunsuz vergiləri ləğv elədi. Həmən vergilərin ləğvi də feodalların xoşuna gəlmədi. Ona görə Qazan xana dirəniş göstərdilər ki, bu islahatları keçirməsin. Vergidə neynədir? Bir zamanlar vergilər verilirdi ayrı-ayrı şəxslərə vergi toplanması. Və yaxud bunu icra edirdi mahal naibləri. İndi dedi ki, vəssalam, bunu keçirdirəm bu vəzifəni dövlətin nəzdinə. Bundan sonra vergi toplanmasına mərkəzi divan, yəni dövlət aparatı özü nəzarət edəcək. Ayrı-ayrı şəxslərə verilməz söhbəti yığışdırıldı. Vergilərin vaxtı, miqdarı, hansı vergilər olacaq, sayı filanı müəyyən olundu. Rabitə islahatı. Rabitə islahatına görə deyildi ki, hər 20 kilometrdən bir və ya 3 fərsəxdən bir yanlar yaradılır. Yan, rabitə dayanacaqdır. Bu yanlar, bir anlıq bax sizə belə izah edeyim də, yan nədir? Tutalım, buradan, məsələn, Qubaya məktub aparırsan. Qubaya məktub aparan atlı birbaşa bir dənə atı ora kimi çapa bilməz. Yorulacaq, at yorulacaq, özü yorulacaq, dayanacaq, nə bilim, özü yatacaq, atı dincəldəcək, yolda vaxt itəcək. Onun üçün neyinirdi? 20 kilometrdə bir dənə dayanacaq var. Həmən dayanacaqda bir dənə rabitə işçisi, elçi, bir dənə də dinc at gözləyir. Buradan məktubu götürür, çapa 20 kilometr çapır, aparır, orada dayanır. O dinc adama məktubu verir, o davam edir. İndi bu yorğun elçi burada dincələndə məktub yol gedir. Və nə oldu? Bu rabitə sistemi sürətləndirdi. Bir də dedi ki, rabitə işçiləri əhalidən ödəniş ala bilməz. Ödənişi qadağan edər. Dedi, bunu ancaq kim verəcək? Dövlət verəcək rabitə işçilərinin ödənişi. Bu Qazan xanın islahatları. Qazan xanın islahatları baş-aşağı gedən dövləti, demək, müvəqqəti də olsa qaldırdı, qoydu ayaq üstü. Yəni, labüd süqutu dayandırmadı, sadəcə süqut olacaq, biraz sonra süqut eləyəcək zaten. Sadəcə bir müddətliyinə yubaq. 1304-də Qazan xan öldü.
Yerinə keçdi qardaşı Olcaydı Xudabəndə. Olcaydı Xudabəndə. Xudabəndə dövründə dövlət yenə də öz qüdrətini qorudu, saxladı. 1304-dən 1316-ya kimi Xudabəndənin hakimiyyəti. Dövlət qüdrətini qoruyub saxlayırdı. Amma bunun ölümündən sonra hakimiyyətə Əbu Səid geçdi. Əbu Səidin yaşı az idi. Ona görə də dövlət işlərində kim müdaxilə edirdi? Bunların vəzir titulunun rütbəsini daşıyan məşhur sülalələrdən olan Çobanilər. Xüsusən Əmir Çoban. Əmir Çoban dövrü. Əmir Çoban özbaşınalıq edirdi də, xalqa zülm edirdi. Və Əbu Səid biraz böyüyəndən sonra Əmir Çobanın elədiklərini gördü və 1328-ci ildə hətta Təbriz əhalisi üsyan eləmişdi Əmir Çobana qarşı. Əmir Çobanı edam etdirdi Əbu Səid. Onun oğlunu da öldürdü, bunu da öldürdü. Çobanlar dövlət yaratmayıb. Onlar nə adlarına pul kəstirmirdilər, nə xütbə oxutmurdular. Amma arxa fonda dövləti hülakilər idarə edən bu Çobanlar nəsli idi. Bundan sonra Əbu Səid dövlətin ipini aldı əlinə. Və 1335-ci ildə Qızıl Ordu dövlətinə qarşı mübarizədə Əbu Səid düzdür, qələbə ilə başa vurdu həmən döyüşü, amma öldü. Əbu Səidin ölümündən sonra yenə dövlətin daxili qarışdı. Və 1338-1357-ci illər burada Çobani sülaləsinin hökmranlığı gedir. Çünki Əmir Çobanın nəvəsi çıxdı ortalığa, Çobanilər topladı ətrafında, yenə hülakilər dövlətinin işlərinə müdaxilə edir. Hətta bu sülalə o qədər güclü idi ki, hülaki hökmdarlarını taxtdan götürüb taxta qoyurdular. Onlar figurunu qalmışdı da, farmayını qalmışdı orada. Əsas işi Çobanilər həll edirdi. Nəysə, demək, cəmaata bu Çobanilərin zülmü ərşə çəkilib. Cəmaat bezib bunların əlindən. Sonra deyib bir din xadimi Qızıl Ordu, hülakilərdən qaçır, gedir Qızıl Ordu dövlətinə sığınır. Orada məscidlərdə moizələr eləyir, dini söhbətlər. Hər bir gün məsciddə görür ki, məscidə Qızıl Ordu hökmdarı Canı bəy də gəlir. Və bundan istifadə edir, başlayır Çobani Əşrəf, hülakilərdə o idi başda, hülaki dövlətinə. Çobani Əşrəfin elədiyi zülmlərdən danışmağa, biraz da kövrək səslə danışır, ağlamsınır, ağladıcı vəziyyətdə danışır. Canı bəy bundan təsirlənir. Elə orada da öz ordu komandanına deyir, ordunu hazırlar, ən qısa müddətdə hülakilər üzərinə hücuma keçəcək. Və nəticədə 1357-ci ildə Canı bəy hülakilər dövləti üzərinə hücum edir, Çobani Əşrəfi tutur, edam etdirir. Hətta Çobani Əşrəfə qarşı 1344-cü il Təbriz üsyanı var. O üsyanı çətinliyi ilə yatırdı, amma cəmaata zülm edir, böyük qətliamlar törədir. Çobani Əşrəfi edam edir. Canı bəy oğlum qoyur Azərbaycanda. Hakim kimi özü qayıdır, gedir. Gedir hara? İndiki Rusiya ərazisinə. Saray Bərkə idi onda, Qızıl Ordunun paytaxtı. Gedir ora. Ora çatanda Canı bəy ölür. Qısa müddət sonra Canı bəy ölür. Öləndən sonra da oğlu burada çox qalmır. Bərdi. Azərbaycanı tərk edir, gedir Taxtacuz uğrunda savaşa qoşulmaq üçün. Bu gedəndən sonra Azərbaycan qalır yiyəsiz. Azərbaycanda dövlət yoxdur. Hülakilər süqut edib, tüstülənə qalır, bərbad dağılmış iqtisadiyyat, vuruşacaq güc yox, filan yox. Belə bir məqamda ortalığa kim çıxır? 1340-cı ildə əsası Həsən Cəlairi tərəfindən qoyulmuş. Cəlairi. Uşaqlar, bu Cəlairilər dövləti də. Bir var Cəlalilər hərəkatı. O hərəkatdır, o Koroğlu hərəkatıdır. Cəlalilər. Cəlalilər dövlətdir. Bir də var Cəlaləddin. O isə Xarəzmşahların başçısıdır. Bunları qarışdırmır.